Sağ olsun Brilliant xanım Dadaşova. Çox gənclərə dəstək olur bu günləri. Yəni ki, mən yəni o özünün böyüklüyünü bu günləri göstərir Röya ki. xanım özü də paylaşdı. Bəli, arxasında necə dağ kimi dayanıb gənclərin. Çox xalq artistlərimiz var ki, bugünkü gündə çox paxıldılar. Mən bunu deyim sizə, biləsiz ki. Yəni o qədər paxıldılar ki, hətta onların mahnılarını bir gənc bir gənc neynəməlidir? Bugünkü gündə kimdən bəhrələnməlidir? Xalq artistlərinin mahnılarından, özlərinin davranışlarından, aparışlarından. Bu günləri yəni bəzilərini çıxmaq şərtilə, amma Brilliant xanım bu gənclərə dəstək olanlardan öndə gedənidir ki, bu günləri onun adını biz pəhpəhlə deyirik ki, bütün gənclərə. Görürsünüz, mən dünən bir qarşıma video çıxdı. Gördüm ki, orada qalxdı, sonra sizin məclisdə Vəfa oxuyanda, Vəfa Şərifova getdi Brilliant xanımın yanına, Brilliant xanım onu qucaqladı, öpdü. Özü də deyir ki, çox yaxşı oxuyur, çox yaxşı qızdır. O qədər gözəl belə ağzından, nə bilim, o qədər gözəl. Yəni sənətkar gərək sənətindən o qədər rahat olsun. Çünki özünü bilir axı sənəti nədir. O sənətini yüksəkdə, ən zirvəsindədir, ən yüksək pillədədir Brilliant xanım. Ona görə bu günləri həm də böyük gözəl ürəyi var da, ona görə. Bəli, paxıllığı yoxdur. Onun da, Röya xanımda gözəl ürəkləri var.